Salam əziz dostlar, hər birinizə xoş gördük. Bu günləri Misir Premyer Liqasının 25-ci turunda Turan Sumqayıtda nominal ev sahibi olaraq Qəbələni qəbul edirdi və oyun 3-1 hesabı ilə Turan qələbəsi ilə başa çatdı. Bilmirəm ümumiyyətlə oyun sizin üçün nə dərəcədə maraqlı oldu. Düşünürəm ki, nəticə var, nəticəyə çox sevinirik. Amma növbəti oyunlarda biz Turan daha kombinasiyalı oyun və daha baxımlı oyun oynamasını arzu edəcəyik. Çünki bunlar da azərkeşlər üçün vacibdir. Və yeri gəlmişkən 25-ci turda səhhətimlə bağlı müəyyən paylaşımlar edə bilmədim. Buradan Qərbin daha bir böyük klubu olan Kəpəzi istərdim ki, təbrik edim. Çox əzəmətli bir görüş sayəsində Qarabağ üzərində qalibiyyəti oldu. Eyni zamanda Neftçi azərkeşlərini təbrik etmək istəyirəm. Sanki baharın gəlişini gözləyirdi Neftçi. Belə ümumi bütün komandalarımıza hər birinə uğurlar arzu edirəm. Hər biri bizim öz komandamızdır. İnşallah ki, Misir Premyer Liqasının ən güclüsü çempion olsun və kim güclüdür o da qalib gəlsin. Sağ olun, xoş gördük. İnşallah növbəti oyunlarda görüşənədək.